Salam, xoş gördük hər birinizi. Bayramınızı təbrik edirəm ilk öncə. Bilirəm dincələ bilirsiniz hər biriniz. Mən əsas mövzuya keçid etməmişdən bir ekranımı bölüşüm. Axşamınız xeyir olsun Fərid bəy. Hörmətli iştirakçılar, mən də Fərid bəyin təbriklərinə qoşuluram. Ramazan bayramı münasibətilə hamınızı ürəkdən təbrik eləyirəm. Müqəddəs Ramazan bayramınız mübarək olsun. Çox sağ olun, sizinlə baxın. Ekranım görünürmü görəsən? Görünürsə mən əsas mövzuya keçid edərdim. Evet, görünür. Deməli, dəyərli yoldaşlar, bugün biz davamçıların idarə edilməsinin strateji rolu barəsində danışacağıq. Demək, əvvəla özümü təqdim edim sizlərə. Mənim adım Fərid Nəbzadədir. 7 ildir ki, insan resursları sahəsində çalışıram. Bu slaydda mənim əsas insan resurslarında ixtisaslaşma sahələrimi görə bilərsiniz. Davamçıların idarə edilməsində xüsusi bir rolu var karyeramda. Cari durumda Sokar Downstream şirkətində masterclassınız. ekran Salamdır, görünür. vaxtınız xeyir. Masterclass görünür. Bir saniyə, bütün ekranı o zaman bölüşüm, yaxşısı. İndi görünürmü görəsən? Əla. Demək, indi ümid edirəm ekran görünür, chat hissəsində göründüyü yazıldı. Bir daha Fərid Nəbzadədir adım. 7 ildir ki, insan resursları sahəsində çalışıram, dəyərli yoldaşlar. Mən burada əsas ixtisaslaşma sahələrimi qeyd etmişəm. Davamçıların idarə edilməsində onlar sırasında önəmli bir rolu var. Hazırda Sokar Downstream şirkətində təşkilati inkişaf üzrə supervisor olaraq çalışıram. Biz bugünkü masterclassı bir təlim proqramı çərçivəsində müəyyən silsilələrlə edirdik. Yəni, gələcəkdə təlim proqramı keçəcəyik, istedadların idarə edilməsi deyə. Orada biz davamçıların idarə edilməsi və sair istedadların idarə edilməsi mövzusunun alt mövzularını detallı danışacağıq. Bugün isə mümkün qədər qısa və praktik şəkildə sizlərlə davamçıların idarə edilməsi prosesinin təşkilatın həyatındakı rolu, önəmi barəsində danışmaq istərdim. Əvvəla gəlin bu suala bir cavab verək. Davamçıların idarə edilməsi nədir? Bəsit dillə desək, davamçıların idarə edilməsi bizim təşkilatımızda yer alan önəmli vəzifələrin hansıların ki, boş qalması təşkilatımız üçün müəyyən qərar qəbul etmədə, proseslərin çevikliyində, maliyyə etkisində və s. kimi negativ hallara gətirib çıxara biləcək, yəni boş qalması negativ hallara gətirib çıxara biləcək vəzifələrin boş qalmaması təmin edilməsidir. Bəsit dillə bu prosesi belə təsvir edə bilərik. Yəni, biz təşkilatımızdakı kadr təminatını o şəkildə həyata keçirməliyik ki, bizim üçün önəmli olan, düzdür, yəni ideal dünyada bütün vəzifələr istərdik ki, boş qalmasın, amma bəzi vəzifələr var ki, onların da təyin edilməsi barəsində də danışacağıq. Bəzi vəzifələr var ki, onların boş qalması təşkilatımıza bir qısa müddətli belə boş qalması təşkilatımıza bir zərər gətirə biləcək vəzifələri daima dolu tutmaq üçün özümüzü əmin etmək. Yəni, davamçı olduğuna, bu vəzifənin boş qalmayacağına əmin olmasıdır davamçıların idarə edilməsi. Davamçıların idarə edilməsi prosesini burada 6 addıma bölmüşəm. Bir haşiyə çıxmaq istəyirəm burada. Ümumən, insan resurslarının xüsusilə də istedadların idarə edilməsi tərəfində biz hər hansı bir proses üzərində çalışırıqsa, o prosesi strukturlaşdırmaq çox önəmlidir. Çünki bir çox proseslər var ki, onların tənzimlənməsi çox çətindir insan resurslarında. Məsələn, davamçıların idarə edilməsi olsun, performansın idarə edilməsi olsun, öyrənmə və inkişaf prosesləri olsun, xüsusilə məsələn, mədəniyyət dəyişikliyi tələb edən, məsələn, bağlılıq, məmnuniyyət kimi faktorlar olsun, bu prosesləri strukturlu hala gətirə bilməzsək, ciddi çətinliklərlə üzləşirik təşkilatda. Strukturlu hala gətirmək dedikdə nə nəzərdə tuturam?
nəyə getdiyimizi, necə getdiyimizi bilməliyik. Yəni, bağlılıq barəsində məsələn, bir çox insana sual verərsən əgər ki, təşkilatda bağlılığı necə artıra bilərik, çox gözəl cavablar verəcək hər kəs. Amma həmin təşkilata bu lazımdırmı, bunu addım-addım necə həyata keçirəcəyik, bunların işlənilməsi biraz resurs və zaman və təşkilatı tanıma tələb eləyir. Bir nümunə deyim, məsələn, mən tez-tez universitetdə dərs dedikdə bu sual verim. Bağlılığı necə artırardınız? Tez-tez motivasiya sistemi. Və belə bir cavablar alıram. Bəli, düzgün cavabdır əslində. Əlbəttə ki, motivasiya sistemi bağlılığı artıra bilər. Motivasiya sistemi nədir? Bu sistem necə qurulacaq? Nəyə bağlı olacaq? Yəni, o şəkildə bir sistemlər qurmalıyıq ki, həm təşkilatımızın strategiyasına xidmət eləsin, həm insan resursları bu prosesi proses kimi idarə edə bilsin A-dan Z-yə, həm də bunu strukturlu şəkildə həyata keçirə bilək. Əks halda bir çox gözəl ideyalar sadəcə ideya olaraq qalır və yaxud gözəl səslənir, amma icrada reallıqda gözəl olmur. Davamçıların idarə edilməsi prosesi də bu proseslər içindədir. Bu prosesi başdan axıra qədər hiss etməli və strukturlu şəkildə həyata keçirməliyik. Hansı addımda nə etdiyimizi dəqiq bilməliyik. Çünki kritik vəzifə dediyimiz, daha sonra kritik vəzifələrin davamçıları dediyimiz, indi bu barədə sizinlə danışacağıq. Bu tip nüansları biz öncədən strukturlu şəkildə nədir, necədir bilməzsək, ciddi resurslar israf etmiş olaraq təşkilatımızın. Yəni, bu resurslar da tək insan resurslarının vaxtı deyil, tək rəhbərliyin vaxtı deyil, həm də digər bağlılıq artırma alətləri olacaq barəsində danışacağımız. Hər bir halda bu prosesi ən başdan strukturlu şəkildə həyata keçirmemiz çox önəmlidir. Ümumiyyətlə, yoldaşlar, mənim insan resurslarına dair hər zaman dediyim bir ifadə var. İnsan resurslarında kadr karcılığından başqa bu belə olmalıdır deyə biləcəyimiz proses yoxdur. Kadr karcılığının, yəni qanunvericiliyə dayanan tərəfi sözsüz. Qanunvericilik də necə yazılıbsa o şəkildə həyata keçirilməlidir. Amma digər insan resursları proseslərinin hər biri çox elastikdir, çox fleksibeldir. Onların hər biri təşkilatın öz strategiyasını, öz cari vəziyyətinə uyğun şəkildə həyata keçirilə bilir və oxuduğumuz o best practice, ən yaxşı praktikalar dediyimiz o praktikaları elə dəyişə bilirik ki, tanınmaz hala gətirə bilirik, amma təşkilatımız üçün işlək olur. Davamçılığın idarə edilməsi prosesi barədə də bir neçə nüansları qeyd edəcəm gedişat boyu. Hansılar ki, şirkətdən şirkətə çox ciddi fərqlər yarada bilir bu prosesdə. Prosesi 6 addıma böldükdə, birinci addım prosesin planlanması, ikinci addım cari vəziyyətin qiymətləndirilməsi, üçüncü addım kritik vəzifələrin müəyyən olunması, 4. Daxili istedad hovuzunun qiymətləndirilməsi, daha sonra prosedur və ya siyasət formalaşdırma və yeni mədəniyyətin formalaşdırılması barədədir. Üçüncü və dördüncü punktlar ən çox vaxt alan və ən detallı müzakirə olunmalı və strukturlu şəkildə həyata keçirilməli olan hissələrdir. Digər hissələr barəsində isə gəlin qısa-qısa ikisi barəsində məlumat verim. Ən sonda da 5 və 6 barəsində danışarıq. Prosesin planlanması nədir? Biz təşkilatımızda bu prosesə real ehtiyac varmı? Birinci bunu bəlirləməliyik. Düzdür, davamçıların idarə edilməsi bütün ölçüdə təşkilatların hər birində həyata keçirilməli olan bir prosesdir. Və bəzən bu prosesi biz strukturlu şəkildə aparmasaq belə, heç xəbərimiz də olmur, amma bu proses həyata keçirilir. Rəhbərliyin ağlında bəzən kritik vəzifələr var, bunların davamçıları var. Yəni, kimin davamçı olacağını öncədən bilirlər. Amma böyük təşkilatlara gəldikdə, bu prosesi işçilərin qabiliyyətini rəhbərliyin tanınması ilə limitləyə bilmirik. Çünki bura gəldikdə bu proses daha geniş bir proses olur. Çünki işçi sayımız çoxdur, kritik vəzifələr çoxdur. Bu prosesin idarə edilməsi daha da qərizləşir böyük təşkilatlarda. Prosesin planlanması dedikdə biz rəhbərliklə öncədən oturub kritik vəzifələr nəyə deyirik, hansı meyarlarla bunları bəlirləyirik, bunu müzakirə etməkdir. Cari vəziyyətin qiymətləndirilməsi isə bizim əlimizdə olan resursları, bu prosesi necə həyata keçirəcəyik, insan resursları mı məşğul olacaq, digər funksiyalarda qiymətləndirmə necə olacaq, kritik vəzifəni kiminlə bəlirləyəcəm, departament müdürü ilə mi, müşahidə şurası ilə mi, idarə heyəti ilə mi, bu proses özündə əhatə edir. Üçüncü punkt isə kritik vəzifələrin müəyyən olunması bizdən artıq konkret bir yanaşma tələb edəcək. Ümumilikdə, əgər ümumiləşdirərsək, bu 3 punkta fikir verməliyik kritik vəzifələri müəyyən edərkən. Vəzifənin nəticələrə təsiri varmı? Bu nə deməkdir? Bu gəlirlərə birbaşa təsir edən vəzifədir.
müştəri əlaqələrinə, təşkilatımızın imicinə birbaşa təsir edən vəzifələrdir. Yəni bu vəzifələrin boş olması təşkilatımıza ciddi bir zərər gətirə bilir. Bu zərər həm maliyyə ola bilər, maliyyə itkisi ola bilər, həm qərar qəbul etmə çevikliyinin azalması ola bilər və sair və ilaxır. Vakant olma riski nədir? Vakant olma riski isə bu vəzifənin yaxın gələcəkdə boşalma, sahibsiz qalma ehtimalı varmı? Budur. Çətin tapılma isə bazardakı qıtlığıdır. Yəqin sizlər məndən də yaxşı bilirsiniz ki, bazarımızda son bir neçə ildə o qədər ekspat dediyimiz xarici vətəndaşları ölkəmizə cəlb etdiyimiz o qədər vəzifələr, o qədər təşkilatlar var ki, bunlar zaten elə bu kritik vəzifələr, elə bu davamçıların planlanması proseslərindən ərsəyə gələn məsələlərdir. Çətin tapılma, qıtlıq. Bir çox proseslər var ki, bizim sürətli inkişaf edən iqtisadiyyatımızda onlar təşkilatlar öz proseslərinə, öz strategiyalarına cəlb edirlər. Amma bunları daha öncə ölkəmizdə görməyən, təcrübə edilməyən bəzi proseslər var, görülməyən, təcrübə edilməyən proseslər var ki, biz məcbur olub bəzən xaricdən kadrlar cəlb edirik, ekspat deyirik onlara, ekspatlar cəlb edirik. Və bu ekspatların da sizlər də yaxşı bilirsiniz ki, büdcəsi cari real bizim bazardakı, Azərbaycan bazarındakı əmək haqqılarından daha fərqli əmək haqqılarla olur. Biz bəzən məcbur oluruq bunu etməyə və kritik vəzifələrin müəyyən olunması, tapılması, ona davamsının yetişdirilməsi bizim bu xərclərimizi də azaldacaq nə vaxtsa. Xərclərimizi azaltmaqdan ziyadə də bizdə nə yaradacaq? Bizdə bir istedad hovuzu yaradacaq. Bizdə bir potensial kadr yetişdirə biləcəyik ki, bu xarici vətəndaş nə vaxtsa gedərsə və yaxud bizim kadr hazır olduqda onun yerinə onu cəlb edə bilək. Bu təcrübə bölüşü, təcrübə axını çox önəmlidir kritik vəzifələrin müəyyən olunmasında. Bu üstü meyarı rəhbər tutaraq kriteriyalar belirləməliyik yoldaşlar. Bir nümunə bölüşüm sizinlə. Məsələn, belə bir kriteriyalar mənim çalışdığım təşkilatlarından birində istifadə etdiyimiz, orada belə bir şərt vardı ki, A kateqoriyalı meyarlardan 3-ünə, B kateqoriyalı meyardan isə minimum 4-ünə cavab verən vəzifələr kritik hesab olunur. Məsələn, belə bir meyarlar ola bilər. Biz nə edirik? Vəzifə sütunu altına bütün təşkilatdakı vəzifələri düzürük. Bütün təşkilatdakı vəzifələr dedikdə bir çox təşkilatda və reallıq da budur ki, kritik vəzifələr rəhbər vəzifələr olur. Və hətta dərdim, kritik vəzifələr daha çox üst rəhbərlik vəzifələri, ali rəhbərlik deyirik bəzən, o vəzifələr olur. Reallıq budur, lakin üst rəhbərlikdə olmayan vəzifələr də kritik ola bilir. Bəzi təşkilat olur ki, o təşkilat məsələn istehsalat müəssisəsidir, bir mühəndisi var, mühəndis tək vəzifədir, o mühəndisdən bir dənədir məsələn, hətta ola bilsin elə xaricdən gətiriblər o mühəndisi. Onun bilik bacarıq qabiliyyəti, o vəzifənin daha doğrusu tələb etdiyi bilik bacarıq qabiliyyəti çox unikaldır və həmən əvəz etmək mümkün olmur. Bu da kritik ola bilər. Yəni tək rəhbər vəzifə kritik olmalıdır deyə bir şey yoxdur, amma əksərən rəhbər vəzifələr kritik olur. Fəhlə heyətində olan vəzifələr normalda kritik olmur. Kritik olarsa əgər bir gözdən keçirməli olduğumuz nələrsə vardır əlbət. Bir şey burada ağılda tutmalıyıq ki, yoldaşlar, vəzifə kritik olmur dedikdə o vəzifə önəmsizdir demirik. Yəni, məsələn, bir satış şirkətindən söhbət gedirsə, satıcı vəzifəsi böyük ehtimal kritik olmayacaq. Və 10 minlik heyətdirsə, məsələn, ortalama beynəlxalq praktikanı götürsək, 80-90% arası 10 minlik heyəti satış şirkətində elə satış fəhlə heyəti olacaq. Satıcı kassir dediyimiz vəzifələr olacaq. Bu vəzifə kritik olmayacaq, amma biznesin kökündə dayanan vəzifə zaten bu olacaq. Kritik dediyimiz yenə də vəzifənin boş qalmasının təşkilata gətirdiyi hər hansı bir ciddi nöqsanlardır. Satıcı vəzifəsini biz rahat əvəz edə biləcəyik deyə o vəzifəyə kritik deyə bilməyəcəyik. Burada məsələn hansı meyarlar rəhbər tutulmuşdur bunu icra edərkən? Qısa, uzun müddətli strategiyasına təşkilatın təsiri varmı qiymətləndirilən vəzifənin? Biznes proseslərin effektivliyinə təsiri varmı? Bu vəzifə olmazsa təşkilatın davamlılığına bir zərər dəyə bilərmi?
Bu vəzifədən bir dənədirmi və sair və ilax. Məsələn, bunu da rəhbər tuta bilərsiniz əslində. Bu praktikanı da rəhbər tuta bilərsiniz. Amma burada yanaşmadan çox yanaşma tətbiq oluna bilər. Belə olmalıdır, yoxdur kritik vəzifələrdə. Amma meyarları belirləməliyik. Bir çox təşkilatlar bunu daha bəsit yolla həyata keçirir. Meyar belirləmədən şirkətin üst rəhbərliyi ilə toplantılar həyata keçirilir. Onlarla müzakirə edilir ki, hansı vəzifələr kritikdir. Yanlışdırmı? Yanlış deyil. Lakin bu tip yanaşmalar, meyar əsaslı yanaşmaların üstünlüyü nədədir? Qiymətləndirən şəxs vəzifələri bir-biri ilə daha ədalətli müqayisə edə biləcək. Çünki kritik vəzifələrin müəyyən olunmasına birazdan onu bir daha qeyd edəcəm. Biz vəzifədən söhbət gedir. Şəxsləri qiymətləndirmirik deyə meyarlar olmazsa biraz şəxsə getmə ehtimalı daha yüksək olur. Hansısa şəxslərin fərdi keyfiyyətlərinin, bəzən olur təşkilatlarda, məsələn bir təşkilatda atıram bir şöbə müdürü var, hansı ki uzun müddətdir təşkilatda çalışır. Təşkilat uzun müddət çalışan kadrlardan qurtulmamağa çalışır. O tip kadrların pensiyaya getməyini gözləyir məsələn. Tutduğu vəzifə kritikdir. Amma bilik, bacarıq, qabiliyyəti öz üzərində yetərincə çalışmayıb adam o vəzifə uyğun deyil. Bu barədə birazdan danışacağıq. Uyğun deyil adamın bilik, bacarıq, qabiliyyəti həmin vəzifəyə, amma kritik vəzifəni tutub. Bu da olur. Vəzifə kritikdir, amma tutan şəxs ona uyğun deyil. Həmin şöbədə də bir adam var. Atıram bir aparıcı mütəxəssis, böyük mütəxəssis, baş mütəxəssis fərqi yoxdur. Bəzən belə daha gülməli hallar olur. O adam mütəxəssis olur. Onun üstündə də bəlkə baş mütəxəssisi də gözləyirlər arası getsin. Atıram məsələn mütəxəssis, baş mütəxəssis var ki, şöbənin yükü ondadır. Kritik vəzifəni tutan, amma vəzifəyə uyğun olmayan şəxsin funksiyalarını bu adam icra edir. Bu ola bilər. Amma biz vəzifəni qiymətləndirdə həmin adamı deyil, həmin vəzifəyə baxmalıyıq. Vəzifə kritikdirmi? Bu səbəbdən meyarlar bizi kömək eləyə bilər. Meyarlar olmazsa biraz yayına bilər, rəhbərliyə dəstək ola bilər. Bu biraz yayına bilər ki, şəxs deyil, hər dəfə bir xatırlatma olacaq ki, yox, şəxsiyyət bu vəzifə, bu vəzifədən təkdirmi? Bu vəzifə xüsusi bilik, bacarıq tələb edirmi? Bu vəzifə xüsusi bir əlaqələr, networking tələb edirmi? Bu vəzifə boş qalarsa təşkilatıma nə kimi zərərlər gələr və sair və ilaxır. Çox ciddi məxfi biznes məlumatların varmı bu vəzifədə və sair və ilaxır kimi sualların cavablandırması sırf vəzifəyə xas çox önəmlidir. Nəticə etibarı ilə bizim ən sonda baxdığımız 2 punkt var. Sizin meyarlarınız nə olur olsun? Məsələn, bayaq göstərdiyim bu meyarları atıram, rəhbər olaraq istifadə etdiniz. ChatGPT-yə yazanda çox gözəl meyarlar verir. Məsələn, indi birazdan sizə göstərəcəm. Məsələn, McKinsey şirkətinin saytında çox gözəl meyarlar olur. Çox fərqli meyarlar var, amma bu meyarlar təşkilata xas olsa daha effektiv ola bilər. Təşkilatın ola bilsin dəyərlərindən bir istiqamət ala bilərsiniz, ola bilsin strategiyasından bir istiqamət ala bilərsiniz. Amma nəticə etibarıyla hər zaman baxdığımız bu ultimate ən önəmli nöqtələr nələrdir? Əmək bazarında qıtlıq və biznesi təsir gücü. Dolayısıyla burada mən biznes deyirəm. Biznes dedikdə tək satış, hər hansı bir biznes fəaliyyəti deyil, sosial fəaliyyət, dövlət qurumu da görə bilərsiniz. Burada biznes proseslər nəzərdə tutulur. Yəni, əmək bazarında qıtlıq və biznes prosesləri təsir gücü vəzifənin. Kritik vəzifənin ən sonunda dayanmalı olan 2 meyar budur. Hansı kriteriyalardan geçsəniz, 100 olsun, 10 olsun, 20 olsun kriteriyalar fərq eləmir. Ən önəmli kökündə dayanan meyar 2-dir. Əmək bazarında qıtlıq, biznes proseslərə təsir. Əmək bazarında qıtlığı 2 hissəyə beynimizdə bölə bilərsiniz. Həm təşkilatınız daxilində varmı əvəz edən, həm təşkilatdan xaric varmı. Vəzifələri burada 4 hissəyə bölə bilərik. Aşağı təsir, çətin tapılma. Gəlin birinci ən bəsitdən başlayaq. Aşağı təsir, asan tapılma. Bu hansı vəzifələrdir? Vəzifənin biznes prosesləri təsir gücü aşağıdır, tapılma ehtimalı yuxarıdır. Bu vəzifələrə davamçıların idarə edilməsi layihəsi çərçivəsində ciddi prioritet verməyə dəymir. Zaten öhdəsindən bunun gələ bilirik rahatlıqla. Aşağı təsir, çətin tapılma, bu çox maraqlı bir hissədir əslində. Bu adətən təşkilatın ana funksiyası ilə bağlı olmayan vəzifələr olur ki, bu vəzifələrdən tək-tük olur. Məsələn, olsun təşkilat bir nümunə deyim, biznes proseslərini
daha ERP sisteminə keçid edir deyək. Müvəqqəti olaraq hər hansı bir ERP proqram təminatını bilən bir işçi cəlb edir təşkilatına. Ola bilsin ki, həmin proseslər əsas proseslərə paralel gedir, müddət uzundur, tələsmirlər inteqrasiya eləmək üçün. Adamı rahat, yəni işdən çıxmaq istərsə gedə bilərsən, zaten bu gün biznesimə güclü təsirin yoxdur deyə bilər, amma adam getsə tapmaq çətin olacaq. Çünki həmin vəzifə üçün çox yuxarı əmək haqqı tələbi ola bilər. Məsələn, atıram bir nümunə idi. Yüksək təsir, asan tapılma, nə gözəl. Bu vəzifələr məndən gözəl deyirəm. Çünki vəzifənin təşkilata impakti, təşkilatın roluna, təşkilatın biznes proseslərinə təsir gücü yüksəkdir, amma asan tapılır. Bu bəzən daha çox dəstək funksiyaların rəhbərlərində ola bilir bu. Məsələn, atıram, düzdür, bu belə olmalıdır deyil, yəni öz təcrübəmə dayanaraq bunu deyirəm, daha çox nəyi görmüşəm? İnsan resursları rəhbərliyində, məsələn, atıram bir təşkilatda, məsələn, maliyyə direktoru olsun və insan resursları direktoru olsun, onlar olsun yüksək təsir gücünə malik vəzifə, qiymətləndirdi təşkilat sonunda çıxdı. Amma ola bilsin bu vəzifələri işçi tapmaq o qədər də çətin olmasın. Vaxt, resurs yetişdirmə və s. və ilaxır cəhətdən. Nə gözəl, yəni əgər bir vəzifə kritikdirsə, asan tapa biliriksə, asan əvəz edə biliriksə, nə gözəl. Yüksək təsir çətin tapılma, baxın, bu ən önəmli, ən prioritet vəzifə bunlardır. Yəni, ən kritik deyə bildiyimiz yer buradır. Vəzifənin həm təşkilatın biznes proseslərinə təsir gücü yüksəkdir, həm də vəzifə bazarda çətin tapılır. Bu vəzifə boşalarsa, onu tutan şəxsin yerinə kimsə yetişdirmək, kənardan adam götürmək pul tələb edir. Bəzən o bayaq dediyim nümunə, ekspertlər olur, cəlb edirlər, normaldakı əmək haqqının 5-10 qatı qədər əmək haqqı verirlər, hansı xarici bir əməkdaşa. Çünki bu vəzifəni uzun müddət doldura bilməzsə təşkilat məcbur olacaq, bir kompromisə getməyə məcbur olacaq. Çünki bu vəzifə boş qalmağı şirkətin biznes proseslərinə pis təsir edir. Yəni, kritik vəzifə budur günün sonunda. Yenə deyirəm, kritik vəzifələr şəxslərlə deyil, vəzifələrlə bağlıdır. Biz kritik vəzifədən danışdıqda vəzifəni qiymətləndiririk, şəxsləri qiymətləndirmirik. Bu çox önəmli bir nüansdır bu prosesdə. Yenə deyirəm, o bayaq göstərdiyim meyar dediyimiz kimi bizə çox dəstək ola bilər bir vəzifələrin kritikliyini qiymətləndirərkən. Bu meyarlar olsun və yaxud durmadan bu barədə kommunikasiyamız önəmlidir ki, kritik vəzifə qiymətləndirəndə biz şəxsləri yox, vəzifəni qiymətləndiririk. Yoldaşlar, burada bir nüansı da qeyd etmək istəyirəm, daxil istedad hovuzuna keçməmişdən öncə. Bəzi insan resursları prosesləri var ki, onlar insan resursları prosesi olaraq qalır və bu ciddi zərər gətirir prosesin keyfiyyətinə. Nə demək istəyirəm? Baxın, davamçıların idarə edilməsi olsun, işçi bağlılığının artırılması olsun və s. və ilaxır proseslər olsun. Bu proseslərdə məsul şəxs insan resursları ola bilər, amma bu proseslər insan resurslarının prosesi deyil. Bunlar təşkilatın prosesləridir. Sözsüz bütün proseslər deyə bilərsiniz ki, təşkilatın prosesləridir, amma burada bir fərq var. Fərq nədə olacaq, yoldaşlar? Həmin proseslərdə rəhbərlik işə cəlb olunmazsa, effektiv bir nəticə ala bilməyəcəyik. Yəni, bəzən proseslər olur ki, rəhbərlik olmadan başqa bir proses, başqa bir funksiya, bir keyfiyyətli şəkildə bir pilot kimi işləyib gətirə bilər ki, baxın, bunu belə işlədik, görün bu proses necədir, bunu inteqrasiya etmək istəyirik fəaliyyətimizə, ola bilər başqa funksiyalarda, HR içində də ola bilər. Amma mədəniyyətlə bağlı prosesləri tək HR öhdəsindən gələ bilmir. Çünki təşkilatdakı işçilər tərəfindən bəzi proseslər ciddiyə alınmır bu halda. Bir gözəl nümunə var bu məsələdə. Deyirlər ki, insan resursları qədər öz işini təşkilata əks etdirən başqa funksiya yoxdur. Nə mənada nümunə ilə deyim? Bir təşkilatda IT pis işlərsə deyəcəklər bu təşkilatda IT nə pis işləyir. Məhsul gec satın alınarsa deyəcəklər ki, təchizat nələng işləyir. Ödəniş gec olacaqsa deyəcəklər mühasibatlıq nələng işləyir. Amma insan resursları prosesləri yerində olmazsa deyəcəklər ki, bu nə təşkilatdır. Yəni, insan resurslarının bəzi prosesləri sırf təşkilatın həyatı ilə çox bağlıdır və o proseslər ən başdan rəhbərliklə bir işlənilməzsə çox mənasız hal alırlar. Okey, kritik vəzifələri müəyyən etdik.
Burada bir əlavə də demək istəyirdim. Hatırlayırsa başda dedim ki, təşkilatdan təşkilata bu meyarları da seçə bilərik, fərqli şəkildə dizayn edə bilərik prosesi. Best practice, bizə best practice ən yaxşı praktikaları araşdırarsaq, çox gözəl meyarlar tapacağıq. Burada AB kateqoriyasına bölünmüşdü mənim nümunəmdə, orada bölünməyəcək. Orada daha az meyar ola bilər, daha çox meyar ola bilər. Amma əlavə bir punkt da var ki, bu necə kommunikasiya olunsun? Baxın, bu çox təşkilata xas bir şeydir. Yəni, ən yaxşı praktikalar necə olur olsun, kritik vəzifələr necə kommunikasiya olsun, bu çox önəmli bir məqamdır. Nə demək istəyirəm? Baxın, təşkilat var ki, ən üst səviyyə rəhbərlik, atıram, idarə heyəti bu barədə danışır, kritik vəzifə barəsində danışır, insan resursları gəlir bir çalışmayla qarşılarına göstərir ki, bu meyarlar nədir? Meyarlara baxırlar, düzəliş etdilər, meyarlar okeyləndi. İnsan resursları cədvəllərini gətirdi, o bayaq göstərdiyim nümunədəki, məsələn, bundan gətirir. Bu cədvəli gətirdi, altına bütün vəzifələri düzdür, insan resursları gəldi, idarə heyəti ilə işlədi. Olur ki, təşkilatda heç kimə kommunikasiya olunmur, insanlar bilmir tutduqları vəzifə kritikdirmi və insanlar bilmir ki, onlar kritik vəzifə davamçısıdırmı? Bəzi təşkilatlar öz mədəniyyətinə xas deyir ki, mənim işçilərim, mənim mədəniyyətim elədir ki, mən əgər insanlara kommunikasiya etsəm ki, sən kritik vəzifəni tutan şəxssən və yaxud sən kritik vəzifəni tutan şəxsin potensial davamçısı və yaxud artıq təsdiqlənmiş davamçısın, onlar məndən nələrsə tələb etməyə başlayacaq. Bəzi təşkilatlar bundan qorxur. Kommunikasiyasını bu şəkildə edir. Bəzi təşkilatlar deyir, bəzi təşkilatlar kritik vəzifələri elan eləyir. Deyir, bu vəzifələr kritikdir. Davamçıların amma adını elan eləmir. Deyirlər ki, yox, mənim mədəniyyətim elədir ki, təşkilatda. Mənim rəhbərliyim bilsə ki, onun vəzifəsi kritikdir, ona bu adam davamçıdır, onu elə eləyəcək ki, işdən bezdirəcək, işdən çıxartdıracaq o adamı. Özünə davamçı qəbul eləməyəcək, bu riski götürməyəcək. Bəzən olur, bu rəhbərlər bunu qəbul edə bilmir. Onlar nə ilə bizə geri dönüş edir? Geri dönüş edirlər ki, yox, mənim davamçım ola bilməz. Yəni, mədəniyyəti təşkilatının elədir ki, o bayaq dediyim qorxu var insanlarda. Davamçı dedikdə həmən məni işdən çıxara bilərlər, düşünüb, deyəcək ki, mənim davamçım ola bilməz. Yoxdur heç kim. Amma o insanların bu prosesə cəlb olması da önəmlidir. Belə bir paradoks yarana bilir bu proseslərdə. Və ən sonu, bəzi təşkilatlar var ki, açıq kommunikasiya edir. Nadir olur. Mənim məsələn təcrübəmdə belə bir proses olub, çalışdığım təşkilatda bunu açıq kommunikasiya eləmişik ki, biz davamçılar layihəsi başlayırıq. Bizim üçün kritik vəzifələr budur. Əgər bu vəzifələrə davamçı ola biləcəyinizə inanırsınızsa, CV-nizi bura göndərin və yaxud bu linkdən keçin qeydiyyatdan, doldurun, gəlin sizi sınayaq. Görək siz potensial rəhbər və yaxud potensial kritik vəzifə tutan şəxsin davamçısı ola bilərsinizmi? Bunu nə halda edə bilərik? Yəni, düzdür, belə olmalı deyil, amma əksər halda nə halda edə bilirik? Biz həmin vəzifələrdən çox olduğunu bilirik. Ona görə insanlar qorxmur. Atıram, bir təşkilatımızın nümayəndəliyi var, baş ofisdə bir nümayəndəliyi var, 5 nümayəndəliyi var, 5 nümayəndəliyin 5-də də eyni iş görürlər. Biz artıq o nümayəndəliyin direktoru üçün bir davamçı yetişdirsək, hamı biləcək ki, bu 5-i üçün deyil, 6-cı nümayəndəliyi açılacaq, onun üçündür. Ona görə rəhbərlər çox narahat olmayacaq. Demək istəyirəm, bəzi təşkilatlarda var ki, rəhbərləri heç narahat olmur. Bu da olur. İnsanlar özləri, hətta bəzi təşkilatlar öz performans hədəfləri çərçivəsinə belə bunu əlavə edirlər ki, davamçılığı ilə hazır olasıydı. Məsələn, bu il elə ki, hazır olsun. İnsan buna görə bonus da alır. Sonda davamçı qiymətləndiriləcək, yaxşı olacaq, bonus da alacaq. O, ən başda sizə 6 addım göstərdikdə yeni mədəniyyətin formalaşdırılması, biraz irəli qaçdım, düzdür, amma burada da bunu qeyd etmək istəyirəm. Sonda da qaydacam. Yeni mədəniyyətin formalaşması budur. Yeni mədəniyyətin formalaşması prosesi hissə-hissə, addım-addım aşılayaraq həyata keçirməkdir. Baxın, bu meyarlara yenə qayıtdıqda, burada bir dəfə də bunu qeyd eləmək istəyirəm. O tip rəhbərlər, əgər təşkilatınız yetərincə müasir, yetərincə yeni prosesləri özünə aşlaya bilən, özünə hopdurub həyata keçirə bilən təşkilatdırsa, tək-tük rəhbərlərdirsə, o şəkildə həyata keçirən prosesi. Meyarlar burada da kömək edir. Siz nəyəsə niyə sualı verə biləcəksiniz.
Nəyləsə müqayisə edə biləcəksiniz insan resursları olaraq. Quality assurance, keyfiyyət yoxlaması həyata keçirə biləcəksiniz insan resursları olaraq. Meyarlar bizə bunda da kömək edir. Getdik davam eləyə gəlin. Atıram, təşkilatımızda 500 vəzifə var, qiymətləndirdik. Çıxdı ki, bizdə 30 dənə kritik, 40 dənə kritik vəzifə var. Əla. Kritik vəzifələri bildik. Artıq prosesin çox önəmli bir hissəsini həll edə bildik. Keçirik növbəti addıma. Növbəti addım nədir? Növbəti addım daxili istedad hovuzunun qiymətləndirilməsidir, yoldaşlar. Daxili istedad hovuzunun qiymətləndirilməsi nəyə deyirəm? Kritik vəzifələr müəyyən olunduqda bir çox təşkilatlar həmən atılırlar davamçıların canına. Qaçdılar davamçıları müəyyən eləməyə. Amma bir məqam var, bununla paralel də edə bilərsiniz. Sırayla da mən tərəfdarıyam ki, birinci indi dediyimi edək, daha sonra davamçıları bəlirləyək. Amma birinci nədir? O vəzifəni indi tutan şəxslər nə dərəcədə uyğundur? Bunu bir qiymətləndirmək çox faydalıdır. Bu məlumatın bizdə olmağı çox yaxşıdır. Bəzən o ən başda dediyim nümunə, təşkilatlar olur ki, insanlardan qurtula bilmir. Bilir ki, bu kadr buna lazım deyil və yaxud bilir ki, bu kadr buna lazımdır, amma düz yerində deyil. Amma tərpədə bilmir insanlar. Realist olaq, bu tək Azərbaycan reallığı deyil, bu dünya reallığıdır. Bu çox olur təşkilatlarda, dəhşət çox olur. Bu demək deyil ki, həmin insanlar uğursuz, uyğunsuzdur. Bəzən uyğunsuz sözü insan bu vəzifəyə uyğun deyil. Başqasına bəlkə uyğundur. Bəlkə bu vəzifədə o başqa iş icra edir, amma vəzifəsini dəyişənmir. İndi təşkilatdan təşkilata bəzi siyasi və s. və faktorlar ola bilir sözsüz. Amma o insanın qiymətləndirilməsi çox gözəl olar. Bizim qiymətləndirmədə istedadımızı, baxın, artıq vəzifədən danışmıram, artıq şəxslərə keçdim, vəzifəni tam bəlirlədik. O proses artıq bitdi. İkinci prosesimiz odur ki, vəzifəni tutan şəxsi qiymətləndirdik. Vəzifəni tutan şəxsi qiymətləndirdikdə iki meyara baxırıq. Davamçılardakı ən əsas iki meyar əmək bazarında qıtlıq və biznes proseslərə təsir gücü xatırlayırsınızsa, bir daha bu slaydı göstərdim. İstedad hovuzundan vəzifəni tutan və davamçıdan danışırıqsa, şəxsdən danışırıqsa, burada işdən ayrılma ehtimalı və işdən ayrılmasının biznesə, yəni biznes proseslərə təsiri. Burada isə bu iki punktdur. Solda bir bəsit cədvəl qoymuşam. Sağda McKinsey-nin yanaşmasına dair bir cədvəldir. Orada nə ediblər? Orada işdən ayrılma ehtimalını aşağı risk, orta risk, yuxarı risk olaraq qeyd ediblər. Amma proseslərə təsirini necə bölüblər? Deyiblər ki, bu şəxs, məsələn, law hissəsinə deyiblər, bu şəxsin sahib olduğu bilik, bacarıq, qabiliyyət rahat tapılır bazarda, rahat təşkilatında tapılır. Daha sonra deyiblər ki, insanın öz sahəsində müəyyən ekspertizi var, müəyyən ekspertliyi var, amma ümumi biliklərdir. Bunu da rahat əvəz edə biləcəm. Ehtiyac olsa kimsə təlimə göndərəcəm. Daha sonra deyir, çox önəmli bilik var, çətin bilinən bilikdir, amma təşkilatımda kimsə bunu indi bilir. Çətin bir şeydir, təsir gücü var, amma kimsə bunu bilir. Bu adam geçsə, o bilənə icra eləyəcək. Daha sonra deyir ki, hansısa spesifik biliyi var və əvəz edilməsi çətindir. Ən sonunda isə çox çətindir, unik bilikdir. İnsan da çox potensiallıdır. Bu şəkildə məsələn bir bölgü var. Burada da meyarlar fərqli seçilə bilər. Çox gözəl meyarlardır. Məsələn, McKinsey-nin istifadə etdiyi düşünürəm. Özüm də bunlardan istifadə etmişəm. Amma bundan ziyadə olaraq elə ChatGPT-yə yenə qayıdıram. Yazdırdı. Çox gözəl. Bugün yox, bir neçə gün qabaq bu mövzuda yazışırdım. Çox maraqlı oldu mənə. Burada bu sözü cəsarətlə deyə bilməkdən ötürü ki, meyarlar varmı? İnternetdə harda axtarmaq olar? Keçmişdə bunun daha çox əziyyət çəkirdim. Həmişə mənbə axtarırdım. Məsələn, burada McKinsey mənbəsi var. Həmişə mənbə axtardım. ChatGPT ilə yazışıb, ondan meyarlara, mənbələri də soruşuram. Sonra gedib saytlarda da yoxlayıram. Yəni, çox gözəl meyarlar olur orada, amma burada biraz əslində təşkilata spesifik dedikdə zaten alt üstü bu meyarlar olacaq. Yəni, bu insanın biliyinin təşkilat daxilində əvəz olunmasına dairdir. Alt üstü belə olacaq. Okey, bu hissəni gördüyünüz kimi kritik vəzifəni qiymətləndirməklə işdən ayrılmasının işə təsirini qiymətləndirmək bənzər məntiqə sıxılır. Yəni, kritik vəzifədə vəzifəni qiymətləndirdik, burada insan sahib olduğu bilikləri qiymətləndirdik.
Bunu da rəhbərlə meyarlarla edə bilərik. İşdən ayrılma ehtimalı isə bunun artıq 2 dənə aləti var. Birincisi bəsit, yenə rəhbərlə danışır. İkincisi isə daha çox vaxt alan, amma çox daha güvənilir metod stay interview deyirik onlara. Belə ideal tərcüməsi necədir bilmirəm. İşdə qalma intervyusu deyək. Bu arada ingilis dilində axtarmaq istəsəz bu prosesləri, işdən ayrılmanın biznesə təsirinə impact of loss, işdən ayrılma ehtimalına isə retention risk deyirlər. Bu şəkildə axtara bilərsiniz istəsəniz. Daha çox ədəbiyyat olur o istiqamətdə. Retention riskini məsələn adamın işdən ayrılma ehtimalını qiymətləndirir adam. Əldə saxlama riskini. Stay interview, işdə qalma intervyusu, işdə qalma müsahibəsi çox gözəl bir alətdir. Çox daha güvənilir alətdir. Xüsusilə həm rəhbərlə danışıb, həm bunu etmək çox daha yaxşıdır. Prioritetləşmə barəsində danışacağıq birazdan. Hər kəslə bunu etməyiniz zəruri deyil. Yəni, kritik vəzifəni tutan bütün davamçılar, potensial davamçılar hamısından stay interview keçirsəz nə gözəl. Amma keçirmək zəruri deyil. Amma bax, burada bu hissəyə düşənlər var. Hansıların ki, rəhbərlə qiymətləndirmişsiniz, görmüsünüz ki, işdən almasının biznesə təsiri də yuxarıdır. Adamın işdən çıxma ehtimalı da yuxarıdır. Bu hissə burada isə bu hissə. Bilmirəm, göründümü? Yəni, sol cədvəldə ən aşağı sağ tərəfdəkiləri deyirəm, sağdakı cədvəldə isə ən sağda yuxarıdakiləri deyirəm. Biznesə təsiri, impact of loss və işdən ayrılma ehtimalı, retention riski hər ikisi yüksəkdirsə, o adamların mütləq stay interview keçirilməlidir. Digərləri də keçirilə bilər. Stay interview'unu isə hansı məntiqlə keçirirsiniz? Əminəm ki, bu barədə məlumatlısınız. İnsanlarla görüşüb, onlara bəsit dillə desək, çox bəsit şəkildə izah etsək stay interview'nun məqsədini, məntiqini 2 dənə sual veririk sadə dillə desək. Nəyə görə bizim təşkilatımızda çalışırsan, yəni səni ən çox bura bağlayan nədir? İkinci sualda, nə olsa bizim təşkilatımızdan gedərsən. İnsan resursları olaraq həmin o kritik vəzifəni tutan və etmə ehtimalı yuxarı olan deyibsə rəhbəri ən birinci onlarla mütləq eləməliyik. Digərlərindən vaxtda resurslarınıza görə qərar verə bilərsiniz. Amma prosesi başdan ayağa mükəmməl həyata keçirmək istəyirsinizsə, mütləq gərək hamısıyla görüşəsiniz. Bütün kritik vəzifəni tutan, bütün davamçılarla görüşəsiniz. Çox yaxşı geri dönüşlər olur bunun. Biz vəzifələri qiymətləndirdik, şəxsləri qiymətləndirdik, daha sonra prioritetləşdirməliyik işimi. Əslində, bunu dedim, işimizi prioritetləşdirməliyik. Yəni, nə etməliyik? Birinci kimlərlə çalışacağıq? Bunları belirləməliyik. Ola bilər ki, deyə bilərsiniz ki, mənim prioritet nömrə 1-im kritik vəzifələrdir, ən kritik vəzifələrdir. Hansıların ki, tapmaq çətindir, bazarda tapılması da çox çətindir, biznes proseslərə təsiri də çox yuxarıdır. Əlavə olaraq da həmin vəzifəni tutan şəxslərin işdən getmə ehtimalı da yuxarıdır. Və işdən getməsinin biznesə təsiri də yuxarıdır. Ən kritik bunlardır. Ən kritik vəzifə budur. Yəni, insanın tutduğu vəzifə də kritikdir. Yəni, vəzifəyə də uyğundur, bilikləri də kritikdir. Üstə də gəl, adamın yaxın gələcəkdə işdən çıxma ehtimalı var. Ən kritik bunlardır. Bunlarla mütləq şəkildə stay interviewlar keçirməliyik. Onların driverlərini bilməliyik. Burada hansı suallar verilir? Onu da bir qısaca deyim sizə. İnsanın işdən ayrılma ehtimalını məsələn rəhbərlə qiymətləndirdikdə suallar bu tip ola bilir ki, son 2 ildə vəzifə artımı olubmu? Performansında düşüş varmı? İşdən ayrılma niyyəti barəsində hər hansı bir kommunikasiya edibmi sizlərə son 6 ayda, 1 ildə? Daha sonra son zamanlar motivasiyası düşükdürmü? Bu tip 5-6 sual verirsəniz, onlardan məsələn 4-ünə hə cavabı, negativ suallarda hə cavabı alarsanız, yəni hə negativdir burada, hə cavabı alarsanız artıq qərar verə bilərsiniz ki, hə, bu insan işdən ayrılma ehtimalı yuxarıdır. Bununla mütləq bir stay interview keçirin. Amma baxın, fərdlər və vəzifə biraz fərqlidir. Sizlər də əlbəttə ki, bunu bilirsiniz. Vəzifələri qiymətləndirməyimiz daha sabit, daha rahatdır. Bizə vəzifə barəsində, baxın, siz insan resursları olaraq əlinizdə keyfiyyətli vəzifə təlimatları varsa, biraz əvvələ qayıdım.
belə bir formada sizə yanlış nəsə qiymətləndirib göndəriblərsə, əlbət biləcəksiniz. %100 bilməsəniz də işin dərinliyini hər bir funksiyası bilir deyə, amma 90% biləcəksiniz. Biləcəksiniz ki, ola bilməz axı ki, bu vəzifə kritik olsun. Yazıblar ki, bu vəzifə bazarda nadirdir. Siz də baxır, siz də insan resursu zaten siz bilirsiniz bazarın nəbzini. Deyirsiniz, yox, bu vəzifə kritik ola bilməz. Yəni, çox məntiqli geri dönüşlər edə bilərik vəzifə barəsində danışdıqda. Amma insanlar məsələsində, daha doğrusu vəzifələr barəsində danışdıqda quality assurance-ımız, keyfiyyət yoxlamamız çox daha rahatdır. Gözlə baxsaq bir çox şeyi görəcəyik. Amma burada artıq işdən ayrılma ehtimal insana xasdır deyə meyarlar nə qədər keyfiyyətli olur olsun, stay interview zəruridir. İnsanlarla gedib görüşmək zəruridir. O işdən ayrılma ehtimalı yuxarı olan kritiklərlə, yəni prioritet 1 deyək onlar, yəni onlarla ən başda görüşmək mütləqdir. Digərlərindən də vaxt tapdıqca bir planlama aparıb keyfiyyətli şəkildə görüşmək zəruridir. Çünki burada meyarlar nə qədər ideal meyarlar olsa da insanla görüşdükdə fərqli cavablar ala biləcəksiniz. Amma meyarlar yenə burada da üstündür ki, bir siqnal ola bilər. Qaranlıq otaqda bir yön göstərən bir işıq ola bilər ki, buradan başla. Hamıyla etistə intervyu, amma buradan başla. Bu deyirlər ki, sıxa bilər. Yoldaşlar, okey, biz kritik vəzifələri müəyyən etdik. Kritik vəzifələri tutan şəxsləri qiymətləndirdik. Daha sonra rəhbərliklə danışdıq, onlara potensial davamçılar müəyyən etdik. Potensial davamçılar müəyyən edərkən ya üst rəhbərlikdən siyahılar ala bilərsiniz, ya həmin vəzifə, kritik vəzifənin yer aldığı funksiyanın rəhbərindən tüyolar ala bilərsiniz. Ya da ki, burada da başqa alətlər istifadə edə bilərsiniz. İndi ən sonda bir alətdə sizə göstərəcəm davam sözüm. Amma hər bir halda bu insanları necə əldə saxlaya bilərik? Gəlin qısaca bu barədə danışaq. Əmək haqqı və mükafatlandırma sistemi. Bu insanları fərqləndirə bilərik əmək haqqı cəhətdən. Belə bir termin var, ümid edirəm məlumatlısınız. Compa ratio deyirik. İşçinin aldığı cari əmək haqqının bazar əmək haqqısına müqayisəsi. Məsələn, təşkilatımızda ola bilər ki, bir siyasət var ki, işçilərimizə biz bazarın 100% qədər əmək haqqı veririk. Yəni, bazara uyğun maaş veririk, nə çox veririk, bazardan nə az. Bəlkə davamçıları və yaxud kritik vəzifə tutanları faiz olaraq fərqləndirə bilərsiniz. Mükafatlandırma sistemində fərqləndirə bilərsiniz. Öyrənmə və inkişaf. Mən çox zövq alıram, açığı təşkilatların buna investisiya elədiyini görürəm və məni çox zövq verir ki, keçmişdə bir 2-3 il, 4 il qabaq biz insan resurslarına aid hansısa ideya yaranmasını istədikdə, hansısa bir yeni proses üzərində düşündükdə, bəlkə də bu ancaq məndə idi, amma düşünürəm bir çoxunda ola bilər. İnternetdə axtarırdıq həmən, xaricdəkilər neyini, bu proses necə olub. Amma o qədər zövq alıram son bir neçə ildə interneti açırsan və yaxud yaxşı təşkilatlarda çalışan dostlarla, tanışlarla sən gedirsən, elə gözəl təcrübələr barəsində məlumat alırsan ki, ləzzət verir ki, ölkəmizdə nə gözəl proseslər icra olunur insan resursları. Yəni, insan resursları həqiqətən düşünürəm son bir neçə ildə inanılmaz inkişaf edib ölkəmizdə. Öyrənmə inkişaf istiqamətini deyəndə niyə bu ağlıma gəldi? Leadership Development Proqramı, yəni görürsünüz, rəhbərliyin inkişaf proqramları, fərqli təşkilatlar bunu həyata keçirirlər. Bəziləri orada, inanın, elə kritik vəzifəni tutan şəxsləri inkişaf elətdirməkdən ötürü eləyir, amma adını fərqli qoyur, kritik sözünü hardasa qeyd eləmir, onlara davamsa falan barəsində məlumat vermir ki, bayaq dedim o siyasi faktorlardan yayınmaq üçün. Amma nədir? İnsanlar o vəzifəyə təyin olunmamışdan o vəzifənin tələblərinə cavab verə biləcək şəxsə çevirirlər kadrları. Yəni, məsələn, kritik vəzifə rəhbər vəzifədir, rəhbər olmayan bir şəxsi liderlik təliminə göndərirlər. Liderliyi öyrədirlər. Və yaxud həmin rəhbər hər hansı bir beynəlxalq standartı bilməlidir, onun təliminə göndərirlər. Başqa başlıq altında ola bilər, açıq kommunikasiya ola bilər, təşkilata çox bağlıdır. Bu şəkildə həyata keçirirlər. Performans idarə etmədə fərq yaratma nədir? O, bayaq bir nümunə dedim, xatırlayırsınızsa, məsələn, davamçının yetişdirilməsini məsələn, hədəf qoya bilərlər. Davamçının 2 ildən 1 ilə hazır olmalı idi ilin əvvəli.
il sonuna qədər onu hazır vəziyyətə gətirmək bir hədəf ola bilər. Fərdi görüşlər. Bu həm insan resursları vasitəyi intervyudur, həm üst rəhbərliklə. Mənim çalışdığım təşkilatlardan birində belə bir işdən çıxış proseduru var idi. Həmin prosedurda nə idi? Həmin prosedurda deyilirdi ki, kritik vəzifəni tutan şəxs işdən çıxdıqda exit intervyusunun, işdən çıxış müsahibəsini tək insan resursları deyil, həm də şirkətin ən üst rəhbərliyi müşahidə şurası həyata keçirəcək o insanlar. Bir çox halda insan resurslarında bacarmasaq belə müşahidə şurasını onları fikirdən döndərə bilirdilər. Çünki onlar hansı sözlər verə bilirdilər, onun gizli saxlayırdıq orada hansı vəzifənin davamçısı olduğunu, orada ona hər hansı bir kommunikasiya edə bilirdilər, rəhbərlik uyğun gördüyü təqdirdə bu istiqamətdə. Rotasiya. Rotasiya çox önəmlidir. Elə bəsit bir şeydən deyək, tam rotasiya deyil bu bəlkə də, amma bir vəzifənin davamçısısan, o vəzifəni tutan şəxs məzuniyyətə gedir. Əgər təşkilatda imkan varsa, o məzuniyyət dövründə davamçının o vəzifəni icra eləməsi, əvəz etməsi əla olar. Məsələn. Və daxili istedad hovuzunun qiymətləndirilməsinə aid son 2 punktu deyim. Birincisi odur ki, davamçılarımız nə qədər müddətə hazır olacaq? Bunu bilmək çox gözəldir. Normalda bu şəkildə bölürlər, amma yenə burada da bir standart yoxdur, fərqli yanaşa bilərsiniz. Amma bu yanaşma işləkdir. Bir ildən daha qısa müddətə hazır olar. Bir çox halda işçi artıq hazır olduqda belə bu şəkildə yazırlar. Hazırdır sözünü yazmırlar. O bayaq dediyim siyasi faktorlara görə. O rəhbər hələ narahat olmasın. Həmən hazır deyil davamsın. Bunu deyə bilək deyə yalanlar. 1 il 2 il arası 2 ildən daha çox müddət tələb edir. Yəni adam var, davamçı var, təyin olunub, bu 2 il sonra hazır olacaq. Alətlərdən biri də Nine Grid Box, yəni bir potensial və performans qiymətləndirmə matrisidir. Bu matrisdə məntiq nədir yoldaşlar? Ümumiyyətlə deyim, bunu nə üçün istifadə edirik? Performans qiymətləndirmə sistemi varsa təşkilatımızda, biz yüksək potensiallı işçilərin siyahısını çıxardıq və yaxud sadəcə işçilərin potensialını qiymətləndiririk. Bunun da meyarları var. Əgər sizə maraqlı olsa, internetdə Learning Agility və yaxud öyrənmə çevikliyi araşdıra bilərsiniz. O meyarlar əsasında daha çox potensialı qiymətləndirilir. Onlar da meyardır, rəhbərliklə görüşürsən, hə, yox tipli suallardır. O suallara cavablar alırsan və potensialını qiymətləndirmiş olursan işçinin. Və performans. İşçinin performansı, bu bizim performans sistemi olmalıdır. Bir çox təşkilat var ki, bununla Gridbox-u inteqrasiya eləmə xəyalları, planları qurur hər zaman, amma performans sistemi deyil, hələ işlək deyil. Yəni, bazarımızda məncə bir çox təşkilatlarda düzdür, işlək performans sistemi var, amma daha çoxunda zənnimdə son bir neçə ildə inteqrasiya edirlər performans sistemini. Performans sistemi də biraz mədəniyyət formalaşmasını tələb edən prosesdir deyə vaxt alır. Bir neçə ilə oturuşur, ona görə bu dövrün keçməyini gözləyir bir çox təşkilat. Bu bizə nədir? Yəni, sadə dillə deyəcəm, çox vaxtınızı almaq istəmirəm artıq. Performansı yüksək və potensialı yüksək insanlar potensial davamçıdır. Əgər hazırda kritik vəzifəni tutmursa. Amma performansı yüksək, potensialı yüksək insan kritik vəzifəni tutursa, nə gözəl. Deməli, mən insan resursları olaraq daxili təyinatlarımı çox uğurlu həyata keçirmişim. Bu barədə əlavə nə demək istərdim? Yəni, həm burada, həm biraz haşiyə çıxacam, amma yenə də çıxım qısaca. Həm burada, həm ayrıca performans prosesində bu aşağı tərəflər zəif performanslı işçi, zəif performans və zəif potensiallı işçi. Baxın, çox maraqlıdır. Əslində bu tip proseslərlə, davamsızlığın idarə edilməsi proseslərlə bir neçə dənə prosesimizin keyfiyyətini də qiymətləndirə bilərik. Təsəvvür edin, qiymətləndirmə həyata keçirdik, vəzifələri qiymətləndirdik. Vəzifələri tutan şəxsləri qiymətləndirdik. Onlara potensial davamçı müəyyən etdik. Onları da qiymətləndirdik. Daha sonra gəldik, şirkətimizdə də performans sistemi var. Potensial qiymətləndirmə meyarları bəlirlədik. Learning agility-ni ölçdük. Onu da əlimizdə, o da əlimizdə var. Performans idarə etmə sistemimiz də var. Bir neçə il işləyir, mükəmmələ yaxındır. Çox gözəl işlək sistemidir. Performans sistemim də var. Axırda gəlirəm ki, kritik vəzifəmin davamçısını bəlirlədim. Davamçım potensialı aşağıdır, performans aşağıdır.
Həmən qayıtdıq ə, təyinatda bizimlə iştirak edən o rəhbərə necə olur bu sualını verərək. Yəni meyarlar hər zaman bizə dəstək olur insan resurslarında yoldaşlar. Meyarlar xüsusilə biz kimlərdənsə fikir aldıqda bəzi proseslər var ki, məsələn atıram, bayaq dedim comparison, o əmək haqqının bazar əmək haqqısı ilə müqayisəsi. Burada bir meyara ehtiyacımız yoxdur. Bəllidir. Bazar əmək haqqısını çıxartdın, öz əmək haqqı böldün, ona çıxdı comparison. Amma biz kiminləsə oturub bu işçinin öyrənmə çevikliyini ölçmək üçün, potensialını ölçmək üçün suallar veririk, hə, yoxları qeyd edirik. Performans qiymətləndirmə sistemimiz var. Görün, başqa bir növünə deyim, performansı yuxarıdır, potensialı yuxarıdır adamın. Davamçı bu seçilməyib, onunla eyni strukturda başqası seçilib. Hansının ki, performansı da, potensialı da bundan azdır, amma təcrübələri eynidir. Rəhbərlə danışırsan, fərqləri nədədir? Yəni, meyarlar hər zaman bizi dəqiqləşdirmək üçün kömək edir insan resurslarında, dəyərli yoldaşlar. Ən sonda düşünürəm artıq bitirdim. Sizə bir sual göstərmək istəyirəm. Başda Kübra xanım da qeyd etdiyi kimi bir quiz olacaq. Daha sonra sualınız varmı? Sualını verəcəm sizlərə. Bu quizi sizlərə göstərmək istəyirəm. Əslində bugün bu barədə danışdıq. Bu suallardan hansı sual doğrudur? Bunu chat hissəsinə deyil, indi WhatsApp qrupunda da qeyd olunacaq. Kübra xanıma göndərməyiniz xahiş olunur. Ya da chat hissəsində də deyəsəm, özü qeyd edəcək Kübra xanım. Bu suala baxmağınızı xahiş edirəm. İlk düzgün cavab verən 3 şəxsə bir hədiyyə olacaq biz tərəfdən. Bu quizə baxdıqdan sonra bir 30 saniyəni saxlayayım. Daha sonra ekran paylaşımını dayandırıb sizin suallarınız varsa onları cavablandıracağım. Dedirəm baxdınız və dedirəm cavabınız var artıq. Okey, dayandırdım. Fərd bəy, zəhmət olmasa bir qədər də saxlaya bilərikmi? Təqribən 1 dəqiqə ərzində. Kifayətdir Fərd bəy, təşəkkürlər. Oldu, çox sağ olun. Dəyərli yoldaşlar, təqdimat burada sona gəldi artıq. Amma ekran paylaşımı dayandırdım. Sualınız yoxdursa ayrıla bilərsiniz, amma sualınız varsa verərsəniz, bəlkə sizin sualınız yoxdur, amma hansı sual bəlkə sizə maraqlı oldu, cavabı eşitmək istəsəz qala bilərsiniz. Aha. Yəni, mən chat hissəsində elə bəzi suallar var, onu oxuyum. Salam, Könül xanım yazıb. Salam Fərdə, davamçı kritik vəzifəni tutan vəzifənin yerinə keçirəcək şəxs nəzərdə tutulur. Kritik vəzifənin təyin üçün suallar. Vəzifəni. Çox gözəl meyarlar vermişsiniz Könül xanım, təşəkkür edirəm. İstəsəniz, yoldaşlar, siz də chat hissəsindən onları götürə bilərsiniz. Kritik vəziyyədə ola bilər. Könül xan, bu çox gözəl sual. Demək, sual belədir. Qeyd edə bilərsiniz, bir şirkətin ümumi işçilərinin neçə faizi kritik vəzifə ola bilər, yoxsa bu şirkət fəaliyyət sahəsindən asılıdır. 10-20% arası qeyd olunur internetdə axtarışlara apardıqda və yaxud fərqli ədəbiyyatlara baxdıqda. Amma bu bir limit deyil. Sadəcə bu 10-20% məsələsini adətən biz HR-lar nədə istifadə edirik? Bəzən struktur rəhbərləri olur ki, onlar durmadan iddia edir ki, onlardakı
bizim kritik hesab etmədiyimiz və yaxud meyarlarımıza uyğun olmayan vəzifələr də kritikdir. Bu baş verə bilir. Onlara bir kontur arqument kimi gətirə biləcəyimiz bir meyardır. Best practice-dən yaxşı praktikada 10-20% arasında olur normalda. Amma reallıqda bu təşkilatdan asılıdır. Təşkilatın sahəsindən, spesifikliyindən asılıdır. Ola bilər ki, təşkilat bir məsələn atıram, təşkilatda SAP komandası ERP sisteminin inteqrasiyası ilə məşğul ola bilər. SAP strukturunda çox vəzifə kritik ola bilər məsələn. Çünki həmin struktur çərçivəsindəki vəzifələri əgər biz boş saxlarsaq, konsultasiya şirkətindən xidmət almalı olacağıq, o xidmətdə çox baha ola bilər. Məsələn, bu meyar götürülərək ola bilər ki, belə bir şey, buna görə də süni şəkildə faiz artsın. Ümumi amma internetdə bir araşdırma apardıqda, mən də bu istiqamətdə çox yazmışam, ChatGPT-yə də internetdə də axtarmışam, ortalama 10-20% arasında çıxır. Normalda da əslində qiymətləndirmə keçirdikdə bu çərçivələr keçirmir. Normalda elə reallıq da bundan üst-üstə gəlir. Yəni bunu hədəfləmədən belə realda üst-üstə gəldiyi çox olur. Kritik vəzifələr üçün karyera yolları necə qurulmalıdır ki, həmin işçilər şirkətdə uzun müddətli qalsın? Türkan Hüseyin soruşub. Karyera yolları, ümumiyyətlə karyera xəritəsi də istedadların idarə edilməsində önəmli bir yerə malik bir proseslərdir. Amma karyera xəritələri daha çox vəzifələrə xas bir şeydir. Karyera yollarına gəldikdə isə, fərdlərin karyera yollarına gəldikdə isə, dediyim kimi, onlara əmək haqqı və mükafatlandırma bir önəmli olan odur ki, kritik vəzifəni tutan davamçı hər ikisinə xüsusi yanaşa bilərik. Onların əmək haqqı və mükafatlandırma sistemində hədəfləri təyin olunarkən ən əsas da öyrənmə və inkişaf alətləri vasitəsilə bəzən o kommunikasiyanın özü çox dəyərli olur insan üçün. Bəzən olur ki, bir insana hazırda rəhbər vəzifəni tutmayan bir şəxsə kommunikasiya etdikdə ki, sən rəhbər vəzifənin davamçısısan, onun işdən çıxış fikrinin dəyişməyinə səbəb ola biləcək bir kommunikasiyadır bu məsələn. Amma stay intervyular, işdə qalma səbəbini təhlil etdiyimiz intervyular burada çox önəmlidir ki, həmin işçilərin daxili motivatorlarına çata bilək və fərdi yanaşa bilək burada. Kimsə öyrənmə və inkişaf istiqamətində çalışıb əldə saxlama ehtimalımız yüksəkdir, kimisə əmək haqqında fərqləndirməyimiz, kimisə tez-tez rotasiya eləməyimiz və s. və ilaxır. Ümumi alətlər dedikdə əmək haqqı mükafatlandırma, performans sistemində bu istiqamətdə hədəflər, öyrənmə və inkişaf imkanları, rotasiya deyəcəm. Amma daha yaxşısı, daha idealı olar ki, biz fərdi görüşlər keçirib, işçilərlə stay intervyular keçirib, onların motivatorları nədir, onu bilib, ona uyğun bir plan qursaq. Adətən təşkilatlarda biznes partnyorluq mədəniyyəti inteqrasiya olunubsa, hər strukturun öz biznes partnyoru varsa, o struktur çərçivəsindəki, insan resursları biznes partnyoru nəzərdə tuturam, o struktur çərçivəsindəki bütün kritik vəzifəni tutan şəxslər və onların davamçıları və potensial davamçıları hər biri ilə intervyular keçirib, onların o daxili motivatorlarını bəlləyə bilər həmin şəxslər. Daha sonra ancaq elə şöbə rəhbərləri var, şirkətdə işə başlayanda bilir ki, şirkətdə çalışmaq vermiş tövsiyə edir. Bəli, Könül xanım, olur bu. Hətta o sizə qeyd etdiyim ekspat, yəni xaricdən gətirdiyimiz o kritik vəzifəni tutan şəxslər var ki, onlarla öncədən belə bir şərt kəsirlər ki, səni bura gətirirəm, ilk 6 ay ərzində özünə davamsız seçməlisən, şirkətdə yoxdursa, mənə deməlisən, mən kənardan kimisə gətirim, bu boyda müddətə də o davamsızı yetişdirməlisən. Belə bir şərtləşmə də olur. Tövsiyə etməsi önəmli olar. Zaten biz daha çox rəhbərlərlə çalışırıq bu proseslərdəki potensial davamçı kim ola bilər. Amma əlavə meyarlarımız da varsa, non-grid box kimi məsələn, onları da davamçıların bəlirləməsi üçün istifadə edə bilərik. Kritik vəzifənin davamçısı özü də kritik vəzifəni tutursa, çox gözəl sualdır Samir. Və belə də olur çox halda.
adətən məsələn atıram bir departament müdirinin məsələn davamsızı bir şöbə müdürüdürsə, o şöbədə kritikdirsə, hə, belə bir proseslə üzləşə bilərik. Proses eyni məntiqlə idarə olunur. Yəni əgər bayaq dediyim kimi o fərdi yanaşmalar, yəni insanlarla keçirdiyimiz stay intervyuları kənara qoyub, fərdi motivatorlarla hərəkət etməyi kənara qoyub, ümumi yanaşmalardan söhbət gedirsə, bir şey dəyişmir bizim üçün. Sadəcə ola bilsin ki, bu tip insanlar prioritet olaraq önə çəkilsin. Həmin o görüşləri, məsələn, bunlarla daha tez keçirək. Amma məntiq eynidir. İnsan kritik vəzifəni tutub və kritik vəzifənin də davamçısıdır, daha kritik bəlkə də vəzifənin davamçısıdır. Eyni məntiqlə bayaq dediyim meyarlarda həmin şəxsləri fərqləndirə bilərik. Amma böyük ehtimal çox gözəl məqama toxunacaqsınız. Bunu da o prioritetləşdirməyə əlavə edə bilərik. Məsələn, əgər kritik vəzifə çoxdursa, davamçısı çoxdursa, tutan şəxs sayı çoxdursa, kimlərlə birinci görüşəcəyik sualının cavabında Samir bəy çox gözəl qeyd etdiniz. Bunu da istifadə edə bilərik məsələn. Həm kritik vəzifə tutan adam, həm yaxın gələcəkdə işdən getmə ehtimalı olan, həm də biznesə təsiri yüksək olan adamı götürüb, bunlar sırasında belə ən birinci həm kritiki tutan, həm də kritikin davamçısı olanlarla birinci görüşə bilərik. Amma ümumi yanaşma eyni məntiqlə qalacaq. Bir vəzifə üzrə maksimum neçə nəfər davamçı ola bilər? Bu, təşkilatdan təşkilata və insan resurslarının bu prosesi sərf etməyə hazır olduğu vaxta görə dəyişir. Mən 3-dən çox görməmişəm. 3 görmüşəm, amma normalda 3-ə qədər yazırlar, amma çox nadir olur məncə 3-də. Normalda 1, maksimum 2 nəfər olur. Amma bu insan resurslarının bu prosesi ayıra biləcəyi büdcə və vaxtdan asılıdır. Büdcəni nəyə görə deyirəm? Çünki bayaq dediyimiz kimi biz davamçılara da əgər fərqli yanaşacağıqsa, əmək haqqlarını daha yuxarı tutacağıq, əmək haqqı artımında onlara daha yumşaq yanaşacağıqsa, o zaman nə olur? O zaman çox davamçı da belirləməyimiz bizə əlavə xərclər gətirə bilir. Və üstəlik müəyyən problemlər də yaşada bilər hətta. Hansı istiqamətdə məsələn o rəhbər məzuniyyətdə olduqda onu əvəz etsin davamçı dedik bayaq. Burada məsələn problem ola bilər ki, 3 davamçı var, hansı əvəz etsin? Adətən nə edirlər? Davamçı 1, davamçı 2, davamçı 3 bu şəkildə yazırlar. Davamçı 1, 2, 3 yazırlar və davamçı 1 birinci davamçı olur. Say limiti bəlli bir yoxdur, amma dediyim kimi o say nə qədər çox olarsa bu qədər çox vaxtınızı alacaq, bu qədər çox büdcənizi də alacaq. Və insanlar nə qədər çox davamçı olduğu, kritik vəzifə tutduğunu bilirsə, bir o qədər də gözlənti salışdır təşkilata qarşı. Bunu da nəzərdə tutmalıyıq. Meyarların qiymətləndirilməsi kimlər tərəfindən aparılmalıdır? Anladığım qədərilə həm struktur rəhbərləri, həm də HR tərəfindən aparılması mümkündür. Bu prosesdə yanaşmanın eyni olması necə təmin etmək olar? Yəni, fərqli meyarlar fərqli yanaşa bilir. Bəli, Fidan xanım, çox haqlısınız. Meyarların əsas məntiqi, əsas istifadə etmə səbəbimiz nədir? Bu fərqlilikləri azaltmaq, fərqli yanaşmanı azaltmaq. Əlası nə olardı? İnsan resursları elə struktur rəhbərləri ilə və yaxud idarə heyəti üzvləri ilə hər kimi qiymətləndirəcəksə üst rəhbərlik deyil. Üst rəhbərliklə həmin o qiymətləndirmə görüşlərində olarsa və suallar verərsə həmin qiymətləndirmə cədvəli doldurularkən çox əla olar. Həm insan resursları əmin olar qiymətləndirmə meyarlarının aydın şəkildə qarşı tərəfə çatdığından, həm də qarşı tərəfin sualları qalmaz. Amma prosesi adətən bu şəkildə aparılır ki, üst rəhbərlik üzvü müəyyən bir kriteriyalar əsasında davamçını və kritik vəzifələri belirləyir. Bu prosesi insan resursları aparır. İnsan resursları ancaq insan resursları üçün özü adətən bunu edir. Yəni, insan resursları direktoru məsələn qiymətləndirə bilər. Digər funksiyalar isə funksiya rəhbəri, amma həmin görüşlərdə insan resurslarının iştirakı yaxşı olar, amma zənnimcə yaxşı olar da, hətta mütləqdir. Çünki bəzən o görüşlərdə insanların hər şeyi səlis anladığını və sistemimizdəki boşluqları görə bilirik. Boşluq nəyə deyirəm? Biz əgər meyar verdiksə, gərək meyarın detallı təsviri ola ki, fərqli insanlar eyni şəkildə qiymətləndirə bilsin bunu. Həmin görüşlərdə insan resursları iştirak etsə,
nədə bir əlavə üstünlük qazana bilərik ki, biz meyarları verdik, onların detallı təsvirlərini yazdıq, göndərdik qarşı tərəfə. Onlarla bir doldurarsak görəcəyik ki, hansısa meyarı nə qədər detallı təsvir yazsaq da anlaşılan olmayıb. Bir düzəliş edə bilərik bu istiqamətdə. Amma ən yaxşısı dediyim kimi insan resursu iştirakı ilə xüsusilə bir təşkilatda biznes partnerluq mədəniyyəti inteqrasiya olunubsa insan resursunda biznes partner və həmin struktur rəhbəri və yaxud idarə heyəti üzvü həmin funksiyanı kurasiya edən görüşüb bunu həyata keçirərsə əla olar. Əlavə sual varsa buyurub verə bilərsiniz. Əgər kimsə yazmağa çətinlik çəkirsə, səsi də açıb verə bilər. Sual gördüyüm qədər yoxdur. O zaman bu qədər. Çox sağ olun. Hər birinizə dəyərli vaxtınızı ayırdığınız üçün təşəkkür edirəm. İnşallah növbəti 2 gündə də əla dincələrsiniz. Bayramınızı təbrik edirəm hər birinizin. Çox sağ olun. Təşəkkürlər. Görüşmək üzrə.